Yazının ilkin mərhələsi əşyavi yazı adlanır. Əşyavi yazda yazı əşyalar vasitəsilə baş tutubdur. Ümumiyyətlə, yazı bəşəriyyət tarixinin ən böyük icadlarından, kəşflərindən biridir. İnsanlar birinci dili kəşf ediblər, dil formalaşıbdır. Dil təbii ki, cəmiyyətdə formalaşıbdır. Çünki tək bir insan, yəni tək yaşayırsa, onun dilə danışmağa ehtiyacı yoxdur. Ancaq cəmiyyətdə, iş şəraitində artıq insanlar arasında danışmağa ehtiyac olduğundan dil formalaşdı və yarandı. Ancaq insanlar uzaq məsafələrdən bir-birlərlə əlaqə saxlaya bilmirdilər. Bu da yazının ortaya çıxmasına bir səbəb olmuşdu. Yazı təbii ki, birdən-birə bizim gündəlik həyatda istifadə etdiyimiz, müasir dövrdə istifadə etdiyimiz yazı birdən-birə yaranmayıbdır. Müxtəlif təkamül dövrlərindən keçibdir, müxtəlif tarixi dövrlərdən keçibdir. Yazının ilkin mərhələsi, birinci mərhələsi əşyavi yazı adlanır. Əşyavi yazda, deməli, məsələn, məktub yollayırdılar bir-birlərinə. Yəni, burada yazı əşyalar vasitəsilə həyata keçirilirdi. Əşyalar yollayırdılar. Hansı fikir ifadə etmək istəyirdilərsə, əşyalardan istifadə edirdilər. Məsələn, misal kimi deyək, Bir qalanın seri filmində burada Sinar xanın adını ifadə etmək üçün, məsələn, qutuda bir sim, bir də nar göndərir. Bu, yəni, xanın adının Sinar olduğunu göstərirdi. Əşyavi yazda əşyalar vasitəsilə fikir ifadə olunurdu. Yəni, burada birbaşa əşyaların ifadə etdiyi məna əsas götürülür. Deməli, əşyavi yazı burada fikir əşyalarla çatdırılırdı, əşyalarla və birbaşa əşyanın ifadə etdiyi məna əsas götürülür. Birbaşa əşyanın ifadə etdiyi məna. Onu da qeyd edeyim ki, əşyavi yazda yəni biz əşyaları dolayı yolla fikirləşmirik, məntiqi təfəkkürümüzdən istifadə etmirik. Yəni burada artıq əşyaya baxıb fikir yürüdülürdü. İkinci yazı növümüz isə əşyavi yazda müasir dövrümüzdə də istifadə olunur. Onu da qeyd edeyim. Məsələn, tutaq ki, ayaqqabı mağazasıdır, qarşısında vitrində ayaqqabılar qoyulubdur. Bu əşyavi yazıya nümunədir müasir dövrümüzdə. Yəni vitrində ayaqqabının olması, içəridə də ayaqqabı satılması bir-birlə uyğunlaşır. Yəni birbaşa əşyanın ifadə etdiyi mənanı, əşyanın özünü biz dərk edirik. Dolayı yolla buradan bir məna çıxarmırıq. Və yaxud da təndirdə çörək mağazasıdır, qarşısında çörəklər qoyulubdur, çörəklər düzüldülər. Bu da müasir dövrümüzdə əşyavi yazıya nümunədir. Yəni içəridə çörək satıldığını ifadə edir. İkinci şəkil yazıdır. İkinci adı piktoqrafik yazı adlanır bu yazı növümüz. Şəkli yazı əşyavi yazıya oxşuyur. Yəni burada əşyalardan istifadə olunursa, şəkli yazıda şəkillərdən istifadə olunur. Yəni burada da şəkillər birbaşa şəkil anlaşılır. Bu nə deməkdir? Məsələn, çörək mağazasıdır. Çörək mağazasının qarşısında çörək şəkli asılıbdır və yaxud da ayaqqabı mağazasının qabağında ayaqqabının şəkli asılıbdır. Bu o deməkdir ki, yəni içəridə də ayaqqabı satılırsa, içəridə də çörək satılırsa, yəni bu şəkli yazdır. Birbaşa, yəni şəkildə nə varsa, içəridə də o varsa, yəni onun satıldığını, içəridə də onun olduğunu ifadə edirsə, bu artıq şəkli yazıya nümunədir. Yəni biz burada şəkilləri və yaxud da əşyaları dolayısı yolla başa düşmürük, məntiqi təfəkkürümüzdən istifadə etmirik. Yəni düşünmürük ki, burada çörək şəkli varsa nə demək istəyir bizə, hansı fikri çatdırmaq istəyir, yox. Məsələn, mən o çörək şəklinə baxıram və başa düşürəm ki, içəridə də çörək var, deməli bu şəkli yazdı və yaxud da çörəyin özünə baxıram, başa düşürəm ki, içəridə də çörək var, deməli bu əşyavi yazdı. Yəni birbaşa şəkildəki və yaxud da birbaşa əşyadakı məfhumu anlayıramsa, birbaşa onu dərk edirəmsə, oradan dolayı yolla bir məna çıxarmıramsa, məntiqi təfəkküründən istifadə etmirəmsə, yəni belə dolayı yolla bir məna çıxarım, bunun altında hansı məna yatır, nə demək istəyir mənə, nəyisə dərk eləməyə çalışmıramsa, əşyalardan istifadə olunubsa əşyavi yazdı, şəkillərdən istifadə olunubsa şəkil yazdı. Üçüncü yazı növümüz isə fikir yazıdır. Fikir yazının digər adı ideoqrafik yazı formasıdır. Fikir yazıda necə olur bəs? Deməli, burada artıq biz burada həm əşyalardan istifadə olunur, şəkillərdən də istifadə olunur, həmçinin işarələrdən də istifadə olunur. Dövlət rəmzləri də buraya aiddir. Dövlət rəmzlərimiz, şəkillər deyirəm, burada rənglər. Fikri yazıda indi necə olacaqdır? Məsələn, bir yerdən keçirəm, bir mağazanın qarşısına və yaxud da bir yerdən, burada bir şəkil asılıbdır. Şəkildə ilan şəkili təsvir olunubdur. Əgər içəridə həqiqətən ilan, zoo mağazadırsa, ilan satılırsa və yaxud da başqa heyvanlar, bu şəkli yazılır. Yəni birbaşa şəkildəki məna ifadə olunubdur. Şəkildə nə varsa, içəridə o var, o satılır və yaxud da o var. Amma məsələn,
İlan şəklidir, içəridə isə içəri aptekdir. Yəni bu bizə nəyi göstərir? Dolayı yolla bizi ifadə edib ki, ilan zəhərinin tibbdəki önəmi. Yəni bu içəridə aptek olduğunu, dərmanların satıldığını ifadə edir. Yəni birbaşa başa düşürəmsə, hə, şəkildəki içəridə də var. Bu şəkli yazdı. Yox, mən şəkildəkini və yaxud da aşağıdakını dolayı yollarla anlamada çalışıramsa, bu fikri yazdı. Tutaq ki, bir qapının ağzında qırmızı lent asılıbdır. Bu burada bir şənlik, toy ab-havasının olduğunu göstərir. Yəni burada biz artıq dolayı yolla bunu dərk edirik ki, bu hansı mənanı ifadə edə bilər. Və yaxud da qara lent asılır, qara bayraqlar bu artıq yas olduğunu, kimisə öldüyünü bu mənanı ifadə edir. Və ya bir mağazadır, vitrində tutaq üzük şəkli asılıbdır. İçəridə zərgər mağazasıdırsa, içəridə üzük satılırsa bu şəkil yazdı. Çünki birbaşa şəkildəki içəridə də var. Yəni birbaşa mənanı ifadə edibdir. Yox, əgər məsələn üzük şəkli, dəvətnamənin üzərindəki üzük şəkli, bu demək deyil ki, mən dəvətnaməni açanda içindən üzük çıxır. Yəni belə olsaydı bu şəkli yazılardı. Yəni bu üzük şəkli onu göstərir ki, el adətlərinə görə, yəni burada toy olduğunu, şənlik olduğunu, yəni xeyir bir işin olduğunu göstərir. Burada artıq dolayısı yolla mən anlayıram ki, üzük işarəsinin olması o deməkdir. Bu fikri yazdı və yaxud da el adətənləri, xına mərasimində xınanın yaxılması, bu da fikri yazıya nümunədir. Yəni fikri yazda nəysə dolayısı yolla anlamağa çalışıram. Oradan bir məna, bir məzmun çıxarıram. Məntiqi təfəkkürümü işə salıram. Yəni birbaşa oradakını başa düşmürəm. Bu fikri yazdı. Yox, mən əgər birbaşa anlayıram ki, şəkildəki içəridə də var və yaxud da əşya içəridə də var. Onda bu şəkli və yaxud da əşyavi yazdı. Əşyadsa əşyavidir, şəkillərdən istifadə olunursa şəkli yazdı. Və yaxud da riyaziyyatda istifadə etdiyimiz toplama, çıxma, vurma əməlləri, Azərbaycan dilində müfrədə tamamlığın işarəsi, vasitəli vasitəsinin itkin işarəsi, durğu şairlərinin özü, bunların hamısı fikri yazdı. Dövlət rəmzlərimizdir, bayrağımızdakı rənglərdir. Məsələn, gerbimizdə palıqdır, oddur, 8 gülşəli ulduzdur. Bunların hamısı fikri yazıya nümunədir. İdeografik yazı adlanır. Yəni fikri yazdakı mənanı mən dolayı yolla anlamaq. Yəni hər hansı bir məzmun yatıraqda və bunu dərk etmək, bunu başa düşmək lazımdır. Deməli, bir üstündən keçirəm, əşyavi yazda əşyalardan istifadə olunur, şəkli yazda şəkillərdən, fikir yazda müxtəlif məfhumlardan dövlət rəmzləri, əşyalar, rənglər, şəkillər, işarələr və s. Əşyavi yazda əşyaların birbaşa ifadə etdiyi mənanı dərk etməliyik. Şəkli yazda da eyni ilə şəkildə nə varsa o mənanı dərk edirik. Fikri yazda isə dolayısılıq var, məntiqi təfəkkür, məcazilik var. Yəni burada əşyanın artıq məsələn əşyanın müxtəlif formasına, rənginə, ölçüsünə, müxtəlif şeylərə diqqət eləməklə oradan məna çıxarmalıyıq. Məsələn, qırmızı lent, rəngin qırmızı olması, yəni burada şənliyin, xeyir işin olduğunu, qara lent, qara rəngin olması isə burada məsələn yas ab-havasının olduğunu bildirir. Və yaxud da yasa gedəndə, ölü yerinə gedəndə insanların qara bürünməsi, qara şal, qara geyim, bu da fikri yazdı. Yəni burada yas olduğunu ifadə eləyir. Bu belə əşyanın ilk 3 təkamül dövrünü keçdi, əşya deyiləm yazını. Yəni bu 3 yazı növü də hal-hazırda müasir dövrümüzdə istifadə olunan yazı növləridir. İndi isə keçək digər növlərinə. Dördüncüsü hərfi yazı. Hərfi yazı digər adıyla fonoqrafik yazıdır. Yazının ən mükəmməl və çevik formasıdır. Yazının ən mükəmməl və çevik forması. Yəni hal-hazırda müasir dövrümüzdə istifadə etdiyimiz yazı forması. Yəni hərfi yazıda hər bir səs bir hərfdən qeyd olunur. Məsələn, deyirəm kitab. Ç səsi, Ç hərfi. Ki, I, T, A. İndi biz tələffüzü P deyirik, ancaq yazılışda B-dır. Bilirik ki, B-dır, gecə qaydasıdır, özünün sonra heç bir şey gəlmirsə, boşluqdursa tələffüzü B, P-yə qarşılığını keçir. Yəni, hərfi yazı müasir dövrümüzdə istifadə etdiyimiz hər bir səsin bir hərflə işarə olunduğu yazı növüdür. Bir də bu fonoqrafik yazı adlanır, bir də silabik yazı növümüz var. Silabik yazı növü də heca yazıdır. Yəni, hecaların müxtəlif hərflərlə, işarələrlə işarələndiyi yazı. Silabik yazı hərfi yazının ilkin mərhələsi adlandıra bilərik. Silabik yazıdan sonra hərfi yazı formalaşırdır. Silabik yazı da heca yazısı deməkdir. Və bütün bu yazı növləri, əşyavi olsun, şəkil olsun, hərfi, silabik yazı, hərfi yazını fikri yazı, belə deyim, əşyavi, şəkli, fikri və
silabik yazı forması hərfi yazının formalaşmasına gətirib çıxarıbdır. Müasir dövrümüzdə isə həm əşrəbi yazıdan, həm şəkli, həm fikir yazıdan hal-hazırda həyatımızın müxtəlif sahələrində, cəmiyyətin, ictimaiyyətin müxtəlif sahələrində istifadə olunur.